Salam, siz startdasınız. Nüfuzlu Atletik nəşri hazırda dünyada karyerasını davam etdirən ən yaxşı 15 qapıçının adını açıqlayıb. Reytinqə İspaniyanın Real Madrid klubunda çıxış edən Thibaut Courtois başçılıq edir. İlk üçlüyü İngiltərə təmsilçilərində Manchester City'nin formasını geyinən Gianluigi Donnarumma və Liverpoolun şərəfini qoruyan Alisson Becker tamamlayır. Siyahıda həmçinin Türkiyənin Fenerbahçe komandasının qolkiperi Ederson Moraes də yer alıb. Napoli klubunun prezidenti Aurelio De Laurentiis futbol qaydalarında radikal dəyişikliklər təklif edib. İtaliyalı klub rəhbəri 90 dəqiqəlik sistemin ləğv edilməsinin maçların hər birinin 25 dəqiqə olmaqla cəmi 50 dəqiqə oynanılmasını təklif edib. O, bu dəyişikliyin oyuncuların tempini artıracağını düşünüb. Digər diqqət çəkən təklif isə sarı və qırmızı vərəqələrin tamamilə ləğv edilməsidir. Təklifə görə futbolçular qaydaların pozulma dərəcəsindən asılı olaraq müəyyən müddətlik meydandan kənarlaşdırıla bilərlər. Belə ki, klub rəsmi sarı vərəqəlik epizodlarda 5 dəqiqə, ciddi qayda pozuntusunda isə 20 dəqiqə cəza tətbiq olunmasını məqsədə uyğun hesab edir. Bu ideyalar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. İranın İdman və Gənclər naziri Əhməd Dünyamalı futbolçuların təhlükəsizliyinin təmin ediləcəyi təqdirdə hökumətin komandanın ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etməsinə icazə verəcəyini bildirib. Nazirin sözlərinə görə ABŞ və İsraillə hazırki vəziyyət nə qədər yumşalsa, milli komandanın mundialda iştirak etmək şansı da bir o qədər yüksək olacaq. Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-na dək 48 milli komandanın iştirakı ilə keçiriləcək. İndi isə keçək günün ən maraqlı qarşılaşmalarına. Qitənin ən nüfuzlu turniri olan Çempionlar Liqasının 4-1 final mərhələsində bugün keçiriləcək 2 oyunla yekun vurulacaq. Münhenin Allianz Arena stadionunda baş tutacaq Bavariya Real Madrid qarşılaşması isə günün ən diqqət çəkən matçı hesab olunur. Madriddəki ilk görüşdə rəqibini 2-1 hesabı ilə üstələyən Alman maşını hazırda özünün ən məhsuldar dönəmini yaşayır. Son 5 rəsmi oyunda vurulan 18 qol və St. Pauli üzərində 5-0'lıq darmadan komandanın hücum potensialının pik həddə olduğunu göstərir. Həm də ardıcıl qələbəsiz oyunlar seriyası Kral klubunu psixoloji təzyiq altında qoyur ki, bu da Bavariyanın qələbə şanslarını daha da real edir. Qonaq komandanın vəziyyəti dəyişmək üçün ilk dəqiqələrdən hücuma atılacağını və meydan sahiblərinin sürətli əks hücum taktikasını nəzərə alaraq oyunun bol qollu keçəcəyini deyə bilərik. Lissabondakı minimal hesablı qələbə Arsenalı yarımfinalın astanasına gətirsə də topçular üçün hələ hər şey bitmiş deyil. London təmsilçisi Premier Liqanın ötən turunda Bournemouth-a gözlənilməz şəkildə məğlub olaraq azərkeşləri məyus etdi. Lakin məhz bu uğursuzluq, belə demək mümkünsə, Çempionlar Liqasına konsentrasiyanı maksimuma çatdıracaq əsas stimuldur. Digər cəbhədə isə Sporting klubu son 5 oyunda 14 qol vuraraq hücumda nə qədər kəsərli olduğunu göstərir. Oyunun ssenarisi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Hər halda Londonluların evdəki üstünlüyü və psixoloji dominantlığı onları bu dueldən qalib ayrılan tərəf kimi ön plana çıxarır. Bu günlük bu qədər. Sizə isə bir sualımız var. Azərbaycan Premier Liqasında 1999-2000-ci il mövsümündə çempion olmuş bu klubun bombardiri hazırda dünyada məşhur futbolçunun atasıdır. Söhbət hansı klubdan və futbolçudan gedir? Siz startı izlədiniz. İdmanla qalın, sağlam qalın.